Salam, hər vaxtınız xeyir. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən 5-ci sas qrupu üzrə idman istiqamətinə aid olan komissiyalar üzrə qabiliyyət imtahanları keçirilir və artıq 62-ci və 63-cü komissiya üzrə imtahan nəticələri elan olunmuşdur. Bunu necə baxmaq lazım olduğunu sizə göstərəcəm. Vüsət Əzizov Telegram kanalına da abunə olub buradan məlumatları mütəmadi olaraq izləyə bilərsiniz. İndi isə sizə həmin məqbul və yaxud da qeyri-məqbul olduğunu baxmağı göstərəcəm. Və Google axtarış sistemində dim.gov.az bunu yazaraq axtarış edirik. Ekranda çıxan birinci yazıya daxil olur və burada Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsidir. Və biz burada görürsünüz xüsusi başlıqlar var. Həmin xüsusi başlıqları aşağı düşərək baxa bilərik ki, burada qabiliyyət imtahanları ilə bağlı səhifə hansıdır və burada görürsünüz artıq o qabiliyyət imtahana buraxış vərəqəsi. Bunun üzərindən vururuq və bura daxil olandan sonra bizdən istifadəçi adı soruşur. Görürsünüz, istifadəçi adı bizim şəxsi kabinetin adı, yəni FIN koddur. İndi FIN kodu mən sizə göstərim harda olur. Köhnə vəsiqələrdə burada FIN kod son 8 rəqəmindən 7-sidir və indi yeni nəsil şəxs vəsiqələrinə baxdıqda görərsiniz burada 7 rəqəmli identifikasiya nömrəsi yazılmış bizim FIN kodumuzdur. Yəni bu şəkildə siz FIN kodu artıq öyrəndikdən sonra uyğun xanaya həmin məlumatı daxil edirsiniz. Və indi biz artıq burada istifadəçi adı hissəsinə FIN kodumuzu yazaq. Və siz burada öz FIN kodunuzu qeyd edirsiniz və daha sonra FIN kod yazdıqdan sonra burada növbət xanası var. Növbət xanasının üzərindən vururuq və səhifədə görürsünüz burada istifadəçi parol soruşur. İstifadəçi parolu siz şəxs kabineti yaradan zaman təyin etdiyiniz paroldur. Həmin parolu yazırıq və daha sonra burada görürsünüz xüsusi simvollar var. Burada necə yazılırsa böyük hərf, kiçik hərf rəqəmlər olduğu kimi yazırsınız. Məsələn, biz burada yazırıq artıq böyük W, 6, yenə böyük W, böyük M, böyük M. Yəni bu şəkildə siz bu məlumatları yazdıqdan sonra burada necə yazıb o şəkildə gedirsiniz. Və daxil düyməsini çıxandan sonra burada görürsünüz abituriyentin şəxs səhifəsidir və burada da artıq siz 62-ci və 63-cü komissiya üzrə imtahan nəticəsi görə bilərsiniz. Burada artıq tələbə, yəni abituriyent belə deyək, bütün imtahanlarda məqbul alıb, yəni yaşıl rəngdə məqbul görsənir, qırmızı rəngdə qeyri-məqbul, qeyri-məqbul imtahandan keçməmək deməkdir və artıq biz imtahandan məqbul almışıq. Yəni bu demək ki, biz ixtisas seçimi zamanı həm 62-ci komissiyaya daxil olan ümumi fiziki hazırlıq, kütləvi sağlamlıq idman və eyni zamanda adaptiv bədən tərbiyəsi ixtisaslarını və eyni zamanda 63-cü komissiya üzrə fizik tərbiyə və çalışqı hazırlıq müəllimi ixtisaslarını ixtisas seçimi zamanı seçə biləcəyik. Əgər hansından ki qeyri-məqbul almısınız, həmin ixtisasları seçmək olmur. Siz də bu şəkildə qabiliyyət imtahanı nəticəsini öyrənə bilərsiniz. İmtahan iştirakçılarının hər birinə uğurlar arzu edirəm.